Deyirəm ki, sağ olsun Tarif Şurası. Yenə də ilimizi, üzr istəyirəm, ilimizi gözəl gətirdi. İlin elə dəyişməsinə 1-2 gün qalmış. Dedi ki, duyduq, duymadıq deməyin. Yenə də qiymətləri artırdıq. Üzr istəyirəm, qiymətləri dəyişdik. Çünki artırdıq deyəndə həmişə deyirdilər ki, yekə qızlar, yekə oğlanlarsınız da, artırdıq nədir? Qiymət dəyişib də 5 qəpik söhbətini eləyirsiniz deyir. Bəlkə də deyəndə 5 qəpik çox adi görünə bilər. Amma heç kəs unutmasın ki, xüsusən də Tarif Şurasında çalışanlar unutmasınlar ki, o dama göl olur deyirlər. Heç kəs, məsələn, benzin vurmaq üçün yanacaq doldurma məntəqəsinə yaxınlaşanda 1 litr benzin vurmuş. Ən azı 10 litr benzin vurur ki, bu da hər litrdə 5 qəpikdən hesablananda 50 qəpik olur. Mən düşünürəm ki, Tarif Şurası bizə Şaxta babanın hədiyyəsidir. O hədiyyə ki, bir ömür sürprizlər eləyəcək bizə. Bilirsiniz, niyə Şaxta babanın hədiyyəsi deyirəm? Çünki yeni il qabaq möhtəşəm hədiyyə eləyirlər ki, il ərzində də necə deyərlər, altından çıxa bilmirik. Bu dəfə isə bir qədər dəyişiklik oldu ki, qiymətləri gecə ilə qaldırmadılar. Dedilər, nə də olsa, insanları artıq öyrəşdirmişik qiymət dəyişikliyinə. Elə günün gün orta çağı sözümüzü deyək, qiymətimizi göstərək də. Nəsə, bu ildə keçmiş olsun, 2026-da görək başımıza daha nələr gələcək. Yaxından gətir bir dənə çəkki ilə bu balı bura baxın az dostlar. Bir balın gözəlliyinə baxın. Bir də bu balın süzülməyinə baxın. İnşallah bu balımız bizim nə baldır onu sizə deyim. Biyan balı. Sizə demişdim, baxın həmən biyan balıdır. Əlimizdə düzdür, biyan balı çox az qalıb. Çünki biyan balı müalicəvi keyfiyyətləri olan bir baldır və mövsümə uyğunda immun sistemini gücləndirmək üçün əvəzsiz bir baldır. Kim istəsə əgər zəng eləyib indidən sifariş edə bilər. 051 546 39 39 özdə kampaniyadır. Bir balon alın, 1 kiloqram da mən sizə hədiyyə verim. Hər biriniz zəng eləyin, sifariş eləyin. Bu sizin süfrənizdə bizim ballardan olsun. Sağ olun.